Şəkidə Ümumdünya Əməyin Mühafizəsi Günü münasibəti ilə sağlam psixososial iş mühitinin yaradılmasını təmin eləyək devizi altında zona tədbiri keçirilib. Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib. İştirakçılar əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Rəsmi çıxışlarda təhsil müəssisələrində əməyin mühafizəsinin gücləndirilməsi və sağlam psixososial mühitin yaradılmasının vacibliyi vurğulanıb. Məruzə və müzakirələrlə davam edən tədbirdə aidiyyəti qurumların nümayəndələri çıxış eləyərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. İştirakçıların sualları cavablandırılıb. Məsələlərdə əməyin mühafizəsindən bağlı, sağlam iş şəraitinin yaradılmasından bağlı fikir mübadiləsi apardıq. Təhsil işlərini maraqlandıran, narahat edən məsələləri birlikdə müzakirə edirik. Hesab edirik ki, biz Həmkarlar İttifaqı olaraq hər bir ittifaq üzvümüzün əmək, sosial-iqtisadi hüquqları, qanun mənafələrini müdafiə etməklə yanaşı, eyni zamanda onların normal, sağlam iş şəraitində fəaliyyət göstərmələri, təhlükəsiz şəraitdə işləmələrinə biz nəzarət etməliyik və şərait yaratmalıyıq.